Bu videoda Ford Mustang Shelby-ni çəkirik. Belə göy rəngində maraqlı bir maşın var arxamızda. Abi bir dənə bu haqda məlumatlar verərdin zəhmət olmasa. 7 Mustang'da 6 silindr V6 2015-ci ildə 320 at gücü ilə. Maşına nələr əlavə eləmisən? Maşının Shelby-yə yığılıb, bufer hissəsi dəyişib, arxa buferi dəyişib, qabağına lip əlavə olunub, üstünün kapotu hava girənlərdəndir, sırf aksesuarlardan deyil. Patpress Benson patpressdir, amma A-klassdır. İçəriyə CarPlay yığılıb, ambiyans yığılıb, bir də içərinin havalandırmalarının özünün ambiyansı yığılıb. Aparatura yığılıb, 4 APO sistemidir. APO-dur, arxada 300-lük Kenwood-dur. 95 ilə işləyir. 95 ilə işləyir, trasda sakit sürüşdə 9-11 litr yandırır, şəhər içi 16-18, amma şəhər içi sport atıb qovanda 25-27 belə. Allah kömək olsun abi. Ona görə az sürürəm, ancaq gecələr sürürəm. Bu arxada belə qəşəng Jabra var. Bu da Jabradır. Çox qəşəng stil qatır. Qəşəng belə spoileri var balaca. Faralar da özündən orijinal. Şala bir dənə nömrəyə baxın. Tam necə lazımdır elə də vid veribdi. Pahalı, havalı, qoca şadi çox. Qabağı Shelby-dir, buferi də Shelby-dir. Shelby-yə yığılıb, altında Shelby yazılıb dipində də. Prosta arkasına GT-ni qoyublar, onu bir yana çıxartdırmalıyam. Arkası GT-dir, qabağı Shelby-dir. Mamda kanka, İçinə baxaq. Ha, bir dənə belə custom roll var. Karbon. Salon uşaqlar belə sadədir, sadəcə monitor dəyişib. Pribor dəyişib deyəsən. Pirbor yox. Hə, Pirborun şey dəyişib. MPH ilə dəyişilib olub kilometrajla. O da ki, bilmirəm harda dəyişilib, məndən əvvəl dəyişilib də. Kilometrajı dəyişəndə şey dəyişməyiblər də, o göstərəni. Sürət 120-yə qədər 20-20 artır, 120-dən sonra amma səhvlik göstərir, sürəti də artıq göstərir olduğundan. Mən nəyə diqqətim çəkdi? 330 yazılmağı da yəni. Görəsən gedir həqiqətən 300-dən falan. Maksimum 160 sürmüşəm, sonra beyninə düşür limitə. Belə də maksimum sürət 260 göstərir internetdə, onu yüzə yoxlamamışam. Sonra şahlar qəşəng belə. Səhv eləmirəmsə 20-lik olmalıdır. 20-lik disklərimiz var. Qabağı da belədir, Shelby-nin Kobrası burada olmazsa olmaz. Yazı da qəşəngdir axı. Maşında belə danışacaq çox şey yoxdur. Qardaş bütün məlumatları qısadan izah elədi. Mən də istədim sizlərə qısa bir belə YouTube üçün çəkim. Həmişə qısa shortslarda izləyirsiniz sürdüyüm maşını. İndi bir dəfə də uzun versiyasını izləyin. Və şahlar belə bir şey izah eləyim. Nömrəmdə 2 dəfə Ford Mustang sürəcəm. Oyda, səsə bax. Kəmərimizi mütləq taxmalıyıq uşaqlar. De. Qabağı çox hündürdür bu. Həqiqətən hündürdür bunun qabağı. Maşın kükrüyür. Bu həqiqətən başqa bir simfoniyadır. Çox möhtəşəm bir deneyim idi həqiqətən. Buna da şükür ayağımı yerdən götürür, amma sən də çox qəşəngsən, amma sən daha qəşəngsən. İndi xətrinə dəydin məni yolda qoyacaq. Oğlanlar daha yaxşı. Aşağıdan bir də like atıb abunə olmağı unutmayın. Abi çox təşəkkür edirəm sənə. Var ol. Minnətdaram, sağlıq və qismət. Xətasız bəlasız sürəsən. Və aşağılar, sağ olun izlədiyinizə görə. Bu videoya like atıb abunə olan hər kəs xəyalındakı maşına qovuşar. İndi baxın da.